Təəssüf ki, statistik nəticələrə əsasən ölüm səbəbləri sırasında birinci yerdə ürək-damar sistemi xəstəlikləri gəlir. Hər vaxtınız xeyir olsun. Kardiologiya sahəsi sürətlə inkişaf edir. Ölkəmizdə də artıq son illərdə istənilən növ müayinə və müalicə metodları yüksək peşəkarlıqla və uğurla həyata keçirilir. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, dünya və ölkəmizin statistikasına əsasən ürək-damar sistemi xəstəliklərindən xəstələnmə və ölüm halları hələ də yüksək qalmaqda davam edir. Bunun bilinən səbəbləri sırasında başlıca genetik faktor olmaqla arterial hipertenziya, şəkərli diabet kimi yanlış xəstəliklərin olması, zərərli vərdişlərin, hərəkətsiz, stresli həyat tərzinin olmasını qeyd etmək olar. Lakin xüsusilə də ölkəmiz üçün başlıca səbəb xəstələrin həkimə gec müraciətidir. Belə ki, gec müraciət olunduqda geri dönməz üzvi dəyişikliklər baş verir orqanizmdə və əksər hallarda xəstələrin heç sevmədiyi hal olan davamlı, bəzən ömürlük dərman müalicəsinə ehtiyac qalır. Nəzərə alsaq ki, ürək-damar sistemi xəstəlikləri əksər hallarda simptomsuz, heç bir ağrı, şikayət vermədən keçir. Heç bir şikayətiniz olmasa belə zamanında profilaktik olaraq kardioloji müayinələrdən keçərək sağlam ürəyinizi qoruyun.